Demək qızlar, gündəlik sizin işiniz nə olacaq? Sabah hamınızdan bunu tələb eləyəcəm. Bax, bu qrupa qoşulan qızların hər birindən tələb eləyəcəm. Demək, məsəl üçün, burada kimdir? Kimin nümunə çəkim? Məsəl üçün, yetərli cebimizdir. Qolunda Layla xanım var. 4 dənə xanımın adını yazır ki, bunlarla məşğul olacaq bir həftə ərzində. Amma neçə gün bu bir nəfərin üzərində çalışacaq? Məsəl üçün, Layla xanım da deyəcək, Layla xanım, siz nə edirsiniz? Birinci, dediyim kimi, bunun əlindən qeydiyyatlar gətirmək. Link paylaşdırırsınız, linklə gələ də bilər, gəlməyə də bilər, amma cəhd eləyirsiniz. Daha sonra Instagram, TikTok deyirsiniz, açır, orada paylaşımlar edir. Amma eləcə paylaşım yox. Həm hekayədə, həm səhifədə, həm də direktdə 20 nəfərə, ən az 20 nəfərə yazır. Həm Instagram, həm TikTok. Onun üçün ona hazır mətnlər göndərirsiniz. Sonra nə edirsiniz? Deyirsiniz, bu desə ki, yox, mənim yoldaşım qoymur nə Instagram, nə TikTok. Qoysa da, qoymasa da başqa bir metodda. WhatsApp-da bilirsiniz, qruplar var. Mətbəx qrupları, qab-qaçaq səhifələri qruplarıdır. Ondan sonra paltar qrup səhifələr qrupları var. Nə qədər qruplar var da WhatsApp-da. Həmin qruplara daxil olursunuz. Oradakı xanımlara görürsünüz də profil şəkildə, uşaq şəkildə, gül şəklidir. Yəni çoxu, hamısı demək olar satışla məşğul olan xanımlardır. Ona görə müraciət edərkən yenə də xanım yazırsınız. Bu Layla xanıma hazır mətn düzəldirsiniz. Deyirsiniz ki, orada olan xanımlara mesaj yazırsınız. Yazırsınız və oradan deyirsiniz, məsəl üçün o yazacaq ki, salam Şəhla xanım, salam xanım, xanım deyə müraciət eləsin mütləq, birdən bəy çıxar, onda deyər üzrü sayın. Yazacaq ki, salam xanım, mən həm kontaktı artırıram. Gəlin qarşılıqlı bir-birimizi takip edək, nömrələrimizi kontaktda qeyd edək. Mən də sizdən bəlkə nəsə alaram, statusunuzu izləmək istəyirəm. O da kontaktda qeyd edəcək, həm kontaktınız artacaq, həm də onun statusunu, o da sizin statusunuzu izləyəcəkdir. Daha sonra həmin xanıma bu bizim işimiz haqqında hazır mətn göndər. Layla xanımın üstündəki lider onun üçün hazır tekst hazırlayacaq. Bu şəkildə o qrupdan gündə bir dənə qeydiyyat dostu gələcəkdir. Neçə dənə, yəni qruplara qoşulsun. Mətbəx qrupları, nə bilim, elektrik malların qrupları, paltar səhifələrinə. Yəni mən tanış bir xanım var, qızlar səsi bağlayardı, zəhmət olmasa. Tanış xanım var, 19% açıbdır. Deyir Şahinə xanım, mən ancaq sosial şəbəkəm yoxdur, yoldaşım icazə vermir. Mən ancaq qruplara qoşularaq oradakı xanımlara yazmışam. Amma təkcə yazmaq yox, həmin xanımı həm də qarşılıqlı kontaktınızı artırmaq üçün o xanıma yazın ki, statusunuzu izləmək istəyirəm, statusunuz mənə düşsün, özümə nələrsə almaq üçün. Satış həmin qrupdan götürmüşəm də. Həm kontaktınız artacaq, həm də oradan qeydiyyatlarınız gələcək. Bu Layla xanımın üstündə güclü işləyirsiniz qızlar, əl çəkmirsiniz. Güclü şəkildə işlədiniz. Sonra səhərsi gün Laləyə tapşırıqlar verdiniz. Səhərsi günü soruşun, necə oldu? Bax, bugün mən sizə necə təlim keçdim, sabah hamıdan soruşacağım. Neçə nəfər yazıbsınız adlarını və effekti necə olubdu, hansınla necə geri dönüş olubdu. Sonra səhərsi günü bir gün səhərdən axşama Layla ilə məşğul olun. Ona Instagram açmaqda, TikTok açmaqda, profil şəklidir, oradakı yazılardır, direktdə yazmaqdır. Əgər Instagram, TikTokda olmasa, o qruplara qoşulmaqdır. Onun üçün qruplar tapın. Instagramda nə qədər paltar səhifələr var da böyük, orada qrup linklərini yerləşdiriblər. Lap həmin səhifələrin direktinə yazın ki, sizin satış qrupunuz varsa qoşulmaq istəyirəm. Qab-qaçaq olsun, elektrik mallar olsun, paltar olsun, uşaq paltar qruplarına qoşulsa hələ o lap yaxşı, orada sırf analardır da. Bu şəkildə Layla ilə axşama kimi məşğul oldunuz dayanmadan. Daha sonra səhərsi gün sevincə keçirsiniz və səhər gün həm də Laylədən izahat alırsınız ki, neynədiniz. O birisi gün Ayşənə, 4-cü gün Tahirə xanıma. Bu qayda ilə bunlarla məşğul olursunuz. Hərəsindən bax günə bir qeydiyyat da olsa gələcək. Hələ mən bir deyirəm. Ola bilər, məsəl üçün Tahirə xanım aktiv olar. 1 yox, 4 gətirər, 5 gətirər. Dünən bir xanımla zəhdə idik, deyir Şahinə xanım. Dedim, heç kimi gətirə bilməyəcəm. Amma indi fikirləşdim ki, niyə gətirə bilmirəm ki? Maşallah deyir, öz qohum əqrabamı qoşdum. Elə 5 nəfər deyir, gətdim. Olsun hərəsindən 1 nəfər. Oldu mu sizin 4 qeydiyyatınız? Bax, 4 nəfər qeydiyyatınız artacaq bu sayədə. Bayaqdan heç kimi gətirmirdiniz. Hələ əlinizdəki olanlarla çalışın.
Bir həftə bu xanımlarla ciddi məşğul olursunuz. Hər gün izahat alırsınız. Bir həftə ərzində bu 4 nəfərə hər gün tapşırıqlarınızı verirsiniz. Səhərsi gün zəng edirsiniz ki, hansı tapşırıqlara əməl edib. Bu qayda ilə işləsəz, baxın, əslində siz gətirdiyiniz 2 nəfərdir. Bunların da hərəsinin gətirdiyi olsun 1 nəfər. Ən azı 15 günə 15 nəfər olacaqdır. Amma hərəsi 2 nəfər getsə 30 nəfər komandanız olacaqdır. Bu şəkildə artacaqdır qızlar. Bugün istəmirəm çox uzun söhbət aparım. Hər gün qısa nə etmək lazımdır onu edəcəm. Sabah sosial şəbəkələri necə istifadə etmək lazımdır o haqda. Hər gün bir mövzu üzərində. Amma bugünkü mövzumuz sırf qeydiyyat gətirmək, komandanı necə böyütmək lazımdır, o haqda sizə izah elədim. Nəsə qaranlıq qaldısa da qızlar, indi səsləri birazdan deyəcəm, açarsınız. Amma bax, bu qrup zəngində olanları qayd etmişəm. Hər birinizdən sabah, bax, indi mənlə danışa-danışa 4 dənə qızınızı qeyd eləyin. Dəftəri də indi görüntünü açıb göstərərsiniz ki, 4 dənə qızın adını yazıbsınız. Sabah mənə də deyərsiniz, həmin o 4 xanımdan nə reaksiya aldınız? Həmin günü Lalə sizə cavab verə bilməz, Sevinçlə danışın. Sevinç cavab verə bilməz, Ayşənlə. Axır ki, bir həftə ərzində bunlarla danışıb ciddi şəkildə məşğul olursunuz qızlar. Oldu qızlar.